Da Tovuz rayonunun Əyyublu kəndindəyik. Gəlmişik Ağca ananın ziyarətinə. Allah ruhunu şad eləsin anamızın. İllərdir ki, bala yol gözləyən bir ana olub, bir şəhid anası olub. Gördüyünüz şəhidimiz Azər hələ də içkindir. Ana öz istəyi ilə bu məzar daşını düzəltdirib. Burada sadəcə Azərin paltarı, geyimi, ayaqqabısı bildiyimizə görə var. Ana özü üçün, ziyarət üçün bu məzar daşını qoydurub. Hal-hazırda anamız da dünyasını dəyişib. İllərdir elə bu həsrətlə də yaşadı, bu həsrətlə də dünyadan köçdü. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Bizlər də hər zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi adından bugün buradayıq. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Dünyadan köçən şəhid valideynlərin ruhu şad olsun. Yaşayan ana atalara hər birinə Allahdan uzun ömür, can sağlığı arzulayıram.